Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfinin 9 may qələbə günü ərəfəsində təxribatlara hazırlaşdığı barədə xəbərdarlıq eləyib. O, Rus qüvvələrinin atəşkəs istədiyini göstərməyə çalışsalar da, cəbhədə hücumların sayının rekord səviyyəyə çatdığını bildirib. Müsavat.com xəbər verir ki, Zelenski bu barədə ölkə vətəndaşlarına etdiyi növbəti video müraciətində deyib. Onlar hansısa atəşkəs, hansısa sakitlik barədə danışmağa çalışırlar. Amma bugün Ukrayna mövqelərinə 200-dən çox hücum qeydə alınıb. Bu, son ayların ən yüksək göstəricisidir. Rusiya 9 mayda simvolik təxribatlara hazırlaşır deyə prezident vurğulayıb. Zelenski həmçinin Ukrayna ordusunun bütün istiqamətlərdə dayanıqlı müdafiə göstərdiyini qeyd edib və beynəlxalq tərəfdaşları silah dəstəyini artırmağa çağırıb. Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya 9 may tarixini informasiya və hərbi təxribatlar üçün istifadə eləməyə cəhd göstərə bilər.